Bunları sıkmadım maraylıyorsun. Bunları sıkmadım maraylıyorsun. Ay beydi yıkanacak bizi paylıyorsun. Bəli, rədif də eynidir, həm qafiyə də eynidir. Mollaba kəndində Nicat açmışdı belə bir qafiyə. Zaminin toyu festivalini olsun. Amma bu meyxana tarixində ilk təkrarlayılan qafiyə deyil. Məsələn, ver qabağa, ver dala, hələ mal odaysan bala qafiyəsini mən 3 fərqli toyda eşitmişəm və baxmışam. Bir də baxmaq lazımdır başdan sona qədər. Bəlkə həm qafiyə sözləri tamam başqa mənada işlədiblər. Öz istedadlarını göstərir.